Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Bu günləri ayın 10'u Aprel 2026. Bərdə Qoyun Quzu Bazarına. Hal-hazırda balalı qoyunlardır, gördüğünüz kimi. Kimsə bilmirik, sahibində tapacaq. Kardeş, bunlar sizin olar. Bazar olsun. Neçə iləndir bunların qiyməti balalı? Xeyirli olsun. Neçə ilən almışsınız? 500'də. Xeyirli bərəkətli olsun. Gözəl kişi, bunlar neçə iləndir qiymət? 500 lira. Narahat olma. $500. Keçilər sənin olar. Bazar olsun. Neçə iləndir bu balalılar? 260 lan. Hardan da getmirsən gözəl qardaş. Qəhrəman tərtər. Nə gözəl. Bunun südçüsü var. 2 litre, 1 litre. Belası yok. Və boğazlar neçə iləndir? Hamısı balalıdır. Neçə baş keçirir? 28. Gəlsən içində sortlar da var lan. Öz təsərrüfatın olar. Tərtərin hansı kəndi? Sardalı kəndi. Ne güzel. Allah xeyirli bazar versin. Hayırlı olsun. Hamısı erkek olar. Neçə ilə də bunlar? Qapanlandı, yoxsa ayaq üstədir? Kapanla. Neçə yalı qapanlan? 859. 859. Bunlar hələ bordağa gedəsidir da. Yok öyle boğuldak. Bordaqdır. Öz təsərrüfatın olar. Böyle böyle. Alıcılıq nətədir vəbşi bazarda? Böyle normaldir. Yaxşı. Allah hər birinizin ruzu bərəkətini Sağ versin. ol, sağ ol. Hardan gətirmisən dedin? Gögöl. Buradan Göl-Göl'dəki izləyicilərimizə də salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Allah xeyirli bazarını versin. Çok sağ ol. Çok sağ ol. Birinin neçə kilo ət olar? Ən zəifinin 25-30. 25-30 kilo. Heç nə, Allah bərəkətli eləsin. Çok sağ ol. Qaqa, bunlar neçənci qarındır bu heyvanların? Bunun içinde 2 yok. 2 yoxdur, ancaq bir. Deyəsən balalı da var. Ha, biri balalı. Belə qiyməti neçə iləndir? Bunu böyle kom isteyen olsa bir kəlmə 480. 480 lira. Hamısı da değil. Neçə baş heyvanınız var o pişi? Opsiyonu kapıdaki zaten gördük. Yani kapıda da var. İsteyen olsa gel problem yok. Kapıdakinde de verir. Neçə başlı? Kapıdaki 400. Burada neçə başlı? Buradaki 440 baş heyvan bizden. yani problem yoktu. Ondaki biraz da spor olur. Var ya maşınla da, malla da partner eləyirəm. Məsəl üçün nə maşını ilə?
Land Cruiser, ne bileyim Seronto, ili təzə olsun. 2016 17. Sen ne mal ile de parça veriyorsan? Yürü buzluğum yani mal, dana, zat olsa problem yok. Bordak yoksa bordağa giden. Ordağa gedir. İnek zadı necə? Ha problem yok. Balalı zat, heç problem yok. İnşallah yaxşı olar. Hem yaxşı Santeva olsun ili təzə. Qapılar qoyunla da batırır deyərəm. Qapıdakı qoyunla da. O balalı var orada. Yok yok. Amma ki bu atlayan baxırı hardasa bir 200 baladan çıxacaq. Aprelin axırı 200 Ha, bir 250-dən baladan çıxacaq. 250 nasıl Bax onun balalı? içində hardasa bir 300-350 dənəsi birinci qarın abi. 300-350'si birinci qarma. Gözəl, gözəl. Onu qapıya yuxarı bir sağda satır. Yarım saat satır. Deməli dəyərli izləyicilərimiz, qardaşın öz qapısının heyvanıdır. Neçə ilə deyirsən bunu? 180 manatla. Yəni neçə baş heyvandır? 64 180 manatla. Bax, hamısı qardaşın öz heyvanıdır. Görürsünüz. 180 manatla. Birbaşa əlaqə saxlayın. 180 manatla. Ünvan tərtərdə, qəhrəman tərtər. Əlaqə nömrəsini götürəcəm, qardaşım. Birbaşa kim istəyir? 180 manat, 64 baş heyvandır. Kim istəyir birbaşa? Əlaqə saxlasın. Hər tərəfı çəkirəm ki, baxın. $180 manatla. $59 oldu. 180 manata. Burada neçənci qarna kimidir? Billəmin neçənci qarna kimidir ha? 4, 5, 6. Qardaş apardım kökəldim yanım. Belə də yanım. Qoşdan çıxardım bir dəfə balığı alın bəs eləyir. Traynöp gəlib çıxardır. 180 manatla. Sen elene ki birazdan gelene gel bu hafta. Kapışlar dedim. Keseler de çekeceğim. Bir izleyici komentarlarda gördüm şak böyle bunda ya. Yazmış ki keseler de çekin. Çekek de kardeş. Bizden çekmeye sizden bakmak. Selamünaleyküm. Pazar olsun. Şamil bunlar ne çalıyor yani balalılar? 150 var. Onun için isimleri gösterelim. İzleyiciler oradan yaman geldi. Genelde bir dəstəyə vardı, 3 yerdə, 4 yerdə. 7, çox getdi. Ümumiyyətlə alıcılıq nə tərdir bazarda? Yaxşıdır.
Ne kadar sütü var onun? Getir ya. Metil yarım. Burada boğazlar ne çalır kıymeti? 220. Babalarlar 250. 250. Ne savaş geçim var burada? 70 lira. 70 lira. Deməli, değerli izləyicilərimiz, Bunlar getir. Bak kardeşim. Tərtərdə, Qəhrəman Tərtər, Ramanov oyunları da var. Şimdi videonun sonunda yerleştireceğim o videosunda, kısa yerleştireceğim videosunu, kısa bir video olacak. İnşallah kime lazımdı, yani alabilir. Problemi yoktur. Bizden çekip göstermektir. Gerisi izleyicilerimizin boyunları. O kuzular kimin Şamil? Kardeş bu kuzular sattık değil mi? Bəli, satıram, mən göz alıram. Pazar olsun. Neçəyinədir qiyməti? Bu quzular 250 ilə deyirəm, amma razılaşmaq yolu var. Ne güzel. Erkek kişi karşı. Hamısı erkək. Hamısı erkek. Bunlar neçə saxlamaq lazımdır? Neçə ay? Bəli. Bunlara elə bir yaxşı qulluq eləsən 3 ay. 3 ay. 3 ay. Amma saz kuzular. Yanmayıb. Bəli, hamısı sizlər qapıdan gəldi, eyvanın altında. Onunla ayrılmışam. Öz təsərrüfatındır. Bəli, bəli. Allah bərəkət versin. Hardan gətirmisən? Bərzən ağırla bərəkət. Ha, gözəl ləmbələr. Salam olsun bütün izləyicilərin hər biri. Allah xeyirli bərəkət versin. Sağ ol, qədər. Həqiqi baldılar. Merhaba. Babanın neçə kilo əti var? 18 kilo. Neçə deyirsən onu? Bunu Bəli. 1330 manata deyirəm, razılaşaram alamı. Ümumiyyətlə alıcılıq nə tərdir bazarda? Valla belə də orta deyil. Əsas oldu çörək çıxır. Əti mənim düşəndə 18-də də düşür, 17-yə də düşür, quzudur. Allah bərəkət versin. Allah canını sağ eləsin. Yəni xırda bahadır o təbiat. Bax 8-10 kilo. Xırda bahadır. 11 kilo, 12 kiloluq 20 manat, 21 manat. Onlar kimindir be? Onlar da mənim. Satmısan yoxsa onlar da? Yox, satıram yox. Yəqin ki ondan bunun qiymətində fərq Ha, olar. ha. Onlar neçədir? Onlar 250 ilə deyirəm, Allah Allah xeyirli bazar versin. Sağ ol. Çəkəklər gözəl qardaşlar üçün Allah hər birinin canını sağ eləsin. Qoy baxsınlar. Onları çəkək də. Satılıb da yəqin ki. Gəldim ki, ha. Bakıya gedir, ha. Bakıya gedir. Allah xeyir versin qardaş. Əziyyət çəkiblər. Hər kimində Allah xeyir versin. Tərəkəmə baba, mən çəkə bilərsən. Tərəkəmə baba yetişdirdiyi. Allah canını sağ eləsin. Pazar olsun. Dolu boşluğa var çəkək.
Vallahi da pulum yok be. Neçə iləndir bu boşlar? Onlar 700. 700 ilə. Yəqin ki, toxumluğa yarayır da bunlar. Bunlara yarayan da var, yaramayan da var. Yəni ət kimi də var, toxumluq da var. Hardan da gətirmisiniz bunları? Ağzəbədi. Ne güzel. Buradan bütün ağzı salamlayırıq. Bunlar kimindir be? Bunlar da bu oğlanın. Neçə iləndir be? 1000 manatdır. 80 kilo dəxli var. 80 kiloda əti var. Yəqin ki, öz təsərrüfatı. Ha, özünün. Allah xeyir versin. Sağ ol, sağ ol. Bizdən çəkib göstərməkdir. Gerisi izləyicilərimizin boyundadır. Bu günləri hardasa bir 1000 manat. İnşallah. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bax bu Fransa sortu heyvanlarıdır. Erkeği de var, çişi de var içinde. Yəqin ki Anabala da var. anabala da var, boğaz da var. Bunlar belə neçəyədir ata? 500 manat təxminən boğazları çıxardır bir dənəsi. 500 manatdan. Aha. 700-750 manatda ana balalar. 700-750 də ana balalar. Neçə baş heyvan var opşu bax? Opşi burada 3 dənə qoçdur. 3 dənə qoç. Azda 40 dənə anadır, bir 18 dənə də baladır. 40 dənə ana, bir 18. Qapıdakı var, qapılar elə. Yox, elə olanımız. Elə olanınız budur. Bunların bir özelliği oldu ki, yani bu təzyiqi olan, sütünü də çox verir. Təzyiqi olan insanlara da heç bir problem yoxdur da yani bunların ətində. Yəni Litr yarım 2 litr süt verir. 2 litr süt verir. Ne güzel, ne güzel. Bak bunlar kardeşin indi əlaqə nömrəsindən götürəcəm. Bunların qoçu neçədir belə? Yəni Qoçu da hardasa 600 manat zat pul çıxardır və tərəzi ilə 8 manat 50 qəpikdir, 9 manatdır, 600 manat pul çıxardır. indi siz bunu tərəzi ilə satmaq istəyirsiniz yoxsa belə ayaq üstə? Tərəzi ilə də satarıq, ayaq üstə də satarıq. Hər ikisi ilə yəni razısınız. Razılaşaq. İndi biri 5 dənə, 3 dənə, 10 dənə ala bilər da. Ha, problem yox. Yəni say Yaratçılıq yox. Sizdən bir dənə ana bala alsın. Tək quzu satılmır, tək ana satılır. tək quzu, Ana bala bir dənə götürsün, boğazı tək götürsün. Boğazı. Problem yox. 5 dənə götürsün, 3 dənə problem yox. bunlar neçənci qarındır bu heyvanların? İkinci, hamısı ikinci, birinci, ikinci, maksimum 73 dərsə yox. 3 qarın, 2, 3, hamısı 1, 2. Hə, 3 yoxdur. Yəni bunlar yenə deyirəm heyvanlar, Fransa sortudur. Gözəl qardaşlar. Yəni gözəldirlər. Bunların ildə bala vermir nətərdir? normaldır. Neçəsi elə ikizdir, təkdir. Yox, o baxımdan demirəm. İldə Elə- bu bir heyvanlar kimi Bəli, bəli. 2 dəfə bala İki verir dəfə də. bala. Aydındır. 93-98 qardaşın əlaqə nömrəsi. Bax bunların eləsi var yekədi, eləsi var balacadır. Bunlar baladır. Bunlar baladır ha? Ha. Ne, onlar neçə aylıq baladır təxminən? 2 aylıq damsı. Ay, maşallah. Çox bayaq o deyil, bu da baladır. Balaları yaxşı. Belə bala neçə ilə? Bala verir? tək satı. Yox, tək yox. Ha. Ana bala. Ana bala harca 700 manata çıxır. 700 manata. Hə. İri balalı var, xırda 650-yə çıxır. İri Ünvan balalı- haradır? Ağcabədi. Ağcabədi rayonu. Hansı? Aşağı Afşar kəndi. Aşağı Afşar kəndi. Nə gözəl, nə gözəl. Deməli dəyərli izləyicilərimiz, videomuzu elə bax burada da bax tam ətrafını çəkəcəm. Baxın. Əlaqə saxlayaq. Yəni birbaşa
Ve balalı bak. Güzel de. 2 litre kadar sütleri olur. Güzeldir. Yani kim alsa problemi yoktur. Birinde alabilir, 5'inde, 10'unda, hamısında. Videomuzu burada da yekunlaşdırırıq. Allah alana da satana da xeyir versin. Qardaşın nömrəsi də orada oldu. Əlaqə nömrəsini.